Bu dərsimizdə HTML kodu yazarkən istifadə etdiyimiz alətlər və HTML ilə bağlı mənbələr haqqında danışacağıq. Gəlin Browser Inspector adlanan alətlə başlayaq. Ümumilikdə developerlar üçün çoxlu alətlər nəzərdə tutulub. Proqramlaşdırma öyrənmə səyahətində irəlilədikcə çoxlu yeni alətlərlə tanış olacaq. Bunların ilki Browser Inspector-dur. Browser Inspector browserin daxilində olan bir developer alətidir. Gəlin bu aləti sonuncu dərsdə hazırladığımız səhifənin üzərində tətbiq edərək öyrənək. Həmin səhifəni açıram. Səhifənin hər hansı bir yerində sağ knopkanı klikləyirəm və burada Inspect düyməsinə klikləyirəm. Gördüyünüz kimi belə bir panel açılır. Bu paneldə bizim kodları görə bilirik. Düzdür, bizim kodlardan əlavə də müəyyən kodlar var, amma bizim kodları da görə bilirik. Siz altdakı paneli açarkən bu formada da görsənə bilər və ya ümumiyyətlə bu aşağı hissə çox daha kiçik formada görsənə bilər. Həmin hissəni yaxınlaşdırmaq istəsəz, bu alt panelə bir dəfə klikləyirsiniz. Daha sonra Ctrl+, Ctrl- vasitəsilə özünüzə uyğun olan ölçüyə gətirə bilirsiniz. Bundan əlavə, təqlərin qarşısında gördüyünüz bu düyməyə klikləyərək həmin təqləri daha geniş formada görə bilirsiniz. Başqa sözlə, həmin təqlərin içini və ya məzmununu da görə bilirsiniz. Artıq burada gördüyünüz kimi bizim kodlar görsənir və buradan bu formada bizim bütün kodları görə bilirik. Kodların üzərinə apardıqda da yuxarı tərəfdə onu hansı element olduğunu, browserdə həmin elementin necə görsəndiyini bizə işarə eləyir. Bu developer aləti vasitəsilə biz yazdığımız kodların browserdə necə render olunduğunu, hansı stillərin ona tətbiq olunduğunu görə bilirik. Sağ tərəfdə də baxsaq, burada müəyyən stilləri də görə bilirik. İrəliləyən dərslərimizdə bunlar haqqında daha ətraflı danışacağıq. İndi isə qayıdaq bizim nəzəriyyə hissəmizə. Web səhifəsində kodları görmək debugging adlanır. Biraz əvvəl bizim də etdiyimiz proses debugging adlanır. Debugging, yəni hər hansı bir bug'ın tapılması. Bu çox sadə versiyada debuggingdir. Yəni adətən HTML kodunu debug etməyə ehtiyac olmur. Amma həmin developer aləti vasitəsilə biz gələcəkdə CSS, JavaScript ilə də bağlı yazdığımız kodları debug edə biləcəyik və bu proses söyüşdə adlanır debugging prosesi. İstənilən web səhifəni incələyərək onun HTML, CSS, bəzi hallarda JavaScript kodlarını görə bilərsiniz. Bunu browserdə sadəcə sağa klikləyib, biraz əvvəl etdiyimiz şeylər burada yazılıb. Bu proses Developer Tools vasitəsilə baş tutur. Bəs bu təhlükəlidir. Adətən tələbələrə bu alətlər haqqında danışanda onlar narahat olurlar. Çünki onların yazdığı kodlar istənilən adam tərəfindən belə görülə bilər və ya nəinki onların yazdığı kodlar, eyni zamanda bir internetdə olan bütün web səhifələri, misal üçün gəlin Reddit səhifəsinə daxil olaq. İnternetdə olan bütün web səhifələrin həmin formada kodlarını görmək mümkündür. Məsələn, mən buradan Reddit səhifəsinin HTML kodlarını görə bilirəm. Çox daha mürəkkəbdir, amma detallarına qədər görə bilirəm. Buradakı şəkillərin mənbələri nədir, hansı CSS-lər tətbiq olunub, həmin CSS-lər necə adlandırılıb və s. bütün məlumatları görə bilirəm. Bəs bu təhlükəlidirmi? Xeyr. Təhlükəsizlik problemi yaratmır. Burada görünən HTML, CSS, JavaScript faylları içərisində browserə göndərilən onun görə biləcəyi açıq kodlardır. Yəni burada vacib məlumatlar, vacib kodlar adətən olmur. Bu kodlar onsuz da browserdə web səhifəni göstərmək üçün lazımdır. Sən bu kodları sadəcə görürsən, amma saytın server tərəfdə işlənən əsas proqram məntiqini, məsələn, məlumatlar bazası sorğularını, istifadəçi məlumatlarını görə bilmirsən. Qısaca desək, görünən kodlar browserə aid və ictimai hissədir. Server tərəfdə kodlar və şəxsi məlumatlar gizlidir, qorunur. Bu imkan daha çox öyrənmək, təhlil etmək, ilham almaq üçündür və ya biraz əvvəl danışdığımız debugging üçündür. Browser Inspector haqqında bu qədər. Gəlin indi keçək növbəti alt başlığımız olan Mozilla Developer Network mənbəsinə. Belə bir mənbə var. Gəlin burada 2 link əlavə etmişəm. Hər ikisini açaq. Ümumiyyətlə məşhur browserlərdən biri də Mozilla'dır. Mozilla'nın da developerlar üçün nəzərdə tutduğu belə bir səhifə var. Bu səhifənin içərisində HTML, CSS, JavaScript və digər web alətləri haqqında məlumatlar əldə edə bilərsiniz. Bundan əlavə bir də belə bir səhifələri var. developer.mozilla.org vasitəsilə daxil olursunuz. Burada isə bütün HTML kodlar haqqında məlumat var. Buradan daha əvvəl də dediyim kimi əzbərləməyinizə, əzbər öyrənməyinizə ehtiyac yoxdur. Bunlar istifadə etdikcə bizim yadımızda qalacaq və o formada öyrənmək daha uyğundur. Mən bu mənbələri ümumiyyətlə ehtiyacınız olduqda hara baxmaq lazım olduğunu bilməyiniz üçün göstərmişəm. Bunu bağlayırıq, keçirik növbəti alt başlığımıza. VS Code aləti developerların kod yazması üçün nəzərdə tutulub. Baxmayaraq ki, biz də kod yazırıq, lakin bizim əsas məqsədimiz bir növ kod yazmaqdan fərqlidir. Bizim məqsədimiz kod yazmağı öyrənməkdir. Buna görə biz VS Code alətini biraz özümüzə uyğun hala gətirməliyik. Misal üçün, burada gördüyünüz kimi mən H1 yazdıqda belə bir şey çıxır. Ona klikləyirəm və bununla da H1 elementi tam olaraq bura gəlmiş olur. Bundan əlavə, misal üçün bu formada mən yenə H1 yazıb etiketi bağladıqda gördüyünüz kimi VS Code özü etiketin bağlanma təqini qeyd edir və bir növ bizə kömək edir. Lakin proqramlaşdırma öyrənərkən bu tip alətlərin üzərində gələn tamamlama funksiyonallıqlarını müvəqqəti olaraq
söndürmək lazımdır. Çünki əgər söndürməsək, biz gələcəkdə bu alətsiz kod yazmaq lazım olduqda yaza bilməyəcəyik. Amma indi söndürsək və özümüzü alətsiz də kod yazmağı öyrəşdirsək, gələcəkdə alətlə daha məhsuldar ola bilərik. Nə vaxtsa alət bizə kömək etməsə də və ya hansısa başqa alətlər istifadə etmək məcburiyyətində qalsaq və həmin alətlər bizə kömək etməsə, biz yenə kodumuzu yaza biləcəyik. Buna görə mən proqramlaşdırma öyrənərkən bu tip köməkçi vasitələrdən istifadə etməyi düzgün görmürəm. Gəlin bu alətləri necə söndürə bilərik? Bundan danışaq. Bu hissədə gördüyünüz Settings düyməsinə klikləyirik. Açılan bu paneldə mənim sizin üçün burada yerləşdirdiyim bu yazını kopyalayırıq və axtarış hissəsinə daxil edirik. Açıldıqdan sonra burada kliklənmiş Auto Closing Tags funksiyasını bir növ disable edirik. Daha sonra artıq bura biz qayıtdıqda həmin o tamamlanma funksiyalığı işləməyəcək. Artıq bizim özümüz yazmaq məcburiyyətində qalacaq. Bunu bir neçə həftə praktika etdikdən sonra və ya bir neçə gün praktika etdikdən sonra nə vaxt özünüzü hazır hiss etsəz, artıq yenidən aktiv hala gətirib istifadə edə bilərsiniz. Bir digər özəlliyi isə Emmet özəlliyidir. Emmet də yenə VS Code'un daxilində gələn bir alətdir. Bizə daha sürətli kod yazmağa imkan verir. Misal üçün, H1 bu formada yazdıqda və Enter-i basdıqda gördüyünüz kimi H1 elementini özü qeyd etdi. Lakin biz bunu da istəmirik. Bunun üçün isə biz yenə Settings bölməsinə gəlirik. Bu hissədən də gələ bilərsiniz və axtarış hissəsinə Emmet yazırıq. Açılan bu pəncərədə Add Item deyirik. Burada HTML-i qeyd edirik. Artıq bizim HTML səhifələrimizdə Emmet işləməyəcək və bu bizim daha yaxşı proqramlaşdırma öyrənməyimizə kömək eləyəcək. Keçək bir digər alt başlığımız olan HTML-də rəy yazmaq funksiyalılığına. Bəzən yazdığınız kodda izahlar vermək, qeydlər yazmaq və ya hansısa hissəsini müvəqqəti olaraq deaktiv etmək istəyə bilərsiniz. Bunun üçün comment funksiyalılığı istifadə olunur. Bəs necə comment edirik? Misal üçün deyək ki, belə bir element yazmışıq, bunu comment atmaq istəyirik. Bunun üçün Ctrl və Shift-in yanındakı slash düyməsinə klikləyirik. Bununla da bu sətir rəy altına düşmüş olur. Gördüyünüz kimi VS Code bizə artıq bu sətirdəki kodun aktiv kod olmadığını göstərdi. Özümüz yazmaq istəsək isə bu formada bu işarələri özümüz qoyaraq istədiyimiz sətri rəy altına ala bilərik. Bu tip rəylər bir çox məqsədlə istifadə olunur. Bunlardan biri proqramçının gələcəkdə özü üçün yazdığı məlumatlardır. Bir digəri isə hər hansı bir yoxlama edən zaman, debugging edən zaman kodun müəyyən hissəsini rəy altına almaq istəyirik. Çünki rəy altına alınan kodlar brauzerdə görsənmir. Gəlin, misal üçün 8-ci sətirdəki kodu rəy altına alaq və yaddaşa verək sənədi. Daha sonra həmin səhifəni brauzerdə yenidən yeniləyərək baxaq. Gördüyünüz kimi 6-cı başlıq artıq görsənmir. Hələ ki, rəy funksiyalılığının 2 istifadə təyinatı haqqında danışdıq. Gələcəkdə başqa istifadə təyinatları haqqında da danışarıq. Keçək son alt başlığımız olan VS Code Code Extensions hissəsinə. VS Code-da sol tərəfdə Action Bar dediyimiz hissədə gördüyünüz kimi düymələr var. Bu düymələr haqqında gələcəkdə daha ətraflı danış olacaq, amma sonuncu düymə Extensions adlanır. Extensions bölməsi vasitəsilə biz VS Code-a müəyyən əlavə alt proqramlar daxil edə bilirik. Bizim dərslərimiz üçün Live Server adlanan extensionu əlavə etməyiniz vacibdir. Buna görə axtarış hissəsində Live Server yazırsınız. Daha sonra isə Install düyməsinə klikləyirsiniz. Bununla da biz əlavə proqramı bir növ öz VS Code-umuza tətbiq etmiş oluruq. Daha sonra gəlin səhifələri bağlayaq. Tab hissəsində olan qarşısındakı X düymələrini klikləyərək bağlayıram və indi gəlin Live Server nə işə yarayır, onun haqqında öyrənək. Xatırlayırsınızsa, biz HTML faylında hər hansı dəyişiklik etdikdə, misal üçün gəlin bu hissəni kommentdən çıxardaq. Əvvəlcə yaddaşa verməliyik. Yaddaşa verdikdən sonra brauzerdə həmin dəyişikliyin əks olunması üçün səhifəni yeniləməyimizə ehtiyac var. Lakin artıq yeni Live Server extensionımız vasitəsilə səhifəni yeniləmək məcburiyyətindən xilas olacaq. Bunun üçün sidebar hissəsində olan faylın adının üzərinə klikləmək və daha sonra Open with 5 Server düyməsinə klikləmək kifayətdir. Gəlin klikləyək. Gördüyünüz kimi brauzerdə bu formada yenidən açdı və bu dəfə artıq biraz fərqli formada açıb, bir növ server vasitəsilə açıb. Gələcəkdə bu detallarla da tanış olacaq, nə demək olduğunu, nə mənaya gəldiyini başa düşəcəyik. Bunun başqa üstünlükləri də var bu formada açmağın. Amma bizim üçün bu mərhələdə əsas üstünlüyü odur ki, biz sənədimizdə hər hansı dəyişiklik edib yaddaşa verdikdən sonra brauzerdə səhifəni özü yeniləyir və bir növ etdiyimiz sonuncu dəyişikliyi bizə göstərir. Bundan əlavə bir başqa funksiyallığı haqqında da danışmaq istəyirəm. Bu funksiyallıq yenə VS Code-un Auto Save funksiyallığıdır.
Mən bu funksiyonallığı aktiv etməyinizi tövsiyə edirəm. Sizdə yuxarıda görsənən fayl bölməsinə daxil olursunuz və oradan autosave-ə klikləyirsiniz. Kliklədikdən sonra artıq hər hansı bir dəyişiklik etdikdə, yəni burada yerdən sənədi açaq, hər hansı bir dəyişiklik etdikdə görəcəksiniz ki, özü yaddaşa verəcək və bütün dəyişikliklər brauzerdə görsənəcək. Bununla da biz proqramlaşdırma öyrənərkən daha sürətli ola bilərik və eyni zamanda gələcəkdə kod yazarkən daha sürətli ola bilərik. Bu dərsimizdə yekunlaşdırdıq. Növbəti dərsdə görüşərik.